Qoç. Bugün enerjin yüksəkdir və bunu ətrafdakılar da hiss edəcək. Səhər saatlarında gözlənilməz bir xəbər əhvalını dəyişə bilər. İş həyatında risk almaq istəyi artacaq, amma tələsmə. Maddi məsələlərdə yeni bir fikir ağlına gələ bilər. Bu fikir gələcəkdə gəlir mənbəyinə çevrilə bilər. Pul xərcləyərkən emosiyalarına nəzarət et. Kiçik məbləğlər böyük itkilərə çevrilə bilər. Sevgi həyatında keçmiş mövzular yenidən gündəmə gələ bilər. Köhnə bir mesaj səni düşündürəcək. Subaysan, gözlənilməz tanışlıq ehtimalı yüksəkdir. Evli və ya münasibətdə olan qoçlar üçün açıq danışmaq vacibdir. Axşam saatlarında ruh halın dəyişə bilər. Fiziki enerjini idmanla boşaltmaq faydalı olar. Ailə içində kiçik bir müzakirə yaşana bilər. Səbrli olsan, hər şey yoluna düşəcək. Bugün verdiyin qərarlar gələcək günlərə təsir edəcək. İntuisiyan güclüdür, onu dinlə. Uğur sənin tərəfindədir. Buğa. Bugün səbrin sınana bilər, amma nəticəsi müsbət olacaq. İş həyatında məsuliyyətlərin arta bilər. Kiminsə yükünü daşımalı olacaqsan. Maddi mövzular əsas gündəmindir. Gözlənilməz bir ödəniş çıxa bilər. Panik etmə, həlli var, pul qazanmaq üçün yeni yollar axtarmağa başlayacaqsan. Kiçik bir fürsət böyük qazanca çevrilə bilər. Sevgi həyatında romantik təsirlər güclüdür. Partnyorun səndən daha çox diqqət gözləyə bilər. Subaysan, köhnə bir tanış yenidən ortaya çıxa bilər. Bu görüş sənə qərar vermək məcburiyyəti yaradacaq. Ailə mövzularında anlayışlı olmalısan. Axşam saatları daha sakit keçəcək. Daxili rahatlıq tapmaq üçün tək qalmaq istəyə bilərsən. Sağlamlığına diqqət yetir. Yuxu rejimini pozma. Bugün səbr sənin ən böyük silahındır. Tələsmə, hər şey zamanla düzələcək. Şans səninlədir. Əkizlər. Bugün ünsiyyət ön plandadır. Telefonun susmaya bilər. Yeni xəbərlər və məlumatlar səni sevindirəcək. İş həyatında görüşlər və yazışmalar artacaq. Düşünmədən danışmaq problemlər yarada bilər. Maddi mövzularda riskli qərarlardan uzaq dur. Gözlənilməz xərclər çıxa bilər. Pulunu planlı xərcləmək vacibdir. Sevgi həyatında qarışıqlıq yaşana bilər. İki seçim arasında qala bilərsən. Subaysan, eyni anda bir neçə insan diqqətini çəkə bilər. Bu qarışıqlıq səni yoracaq. Münasibəti olan əkizlər üçün açıq danışmaq vacibdir. Gizli sözlər problemlər yarada bilər. Axşam saatlarında ruh halın dəyişəcək. Dostlarla görüş sənə yaxşı təsir edəcək. Yaradıcı enerjin yüksəlir. Yazmaq, danışmaq, paylaşmaq üçün ideal gündür. İntuisiyan güclüdür. Özünü dinlə. Günün sonunda rahatlayacaqsan. Xərçəng. Bugün emosional ola bilərsən. Keçmiş xatirələr tez-tez ağlına gələcək. İş həyatında diqqətli olmalısan. Səhvlərə açıq bir gündür. Maddi məsələlərdə ailə dəstəyi ala bilərsən. Gözlənilməz bir kömək səni sevindirəcək. Pul mövzusunda risk etmə. Sevgi həyatında romantik anlar yaşana bilər. Partnyorun sənə daha çox yaxınlıq göstərəcək. Subaysan, səmimi bir tanışlıq başlaya bilər. Bu tanışlıq səni güldürəcək. Ailə mövzuları ön plandadır. Ev içində kiçik dəyişikliklər edə bilərsən. Axşam saatlarında sakitlik axtaracaqsan. Tək qalmaq sənə yaxşı gələcək. Sağlamlığına diqqət et. Duyğusal yüklənmə ola bilər. Özünü yormamağa çalış. Bugün səbir və anlayış çox önəmlidir. Uğur səni izləyir. Şir. Bugün diqqət mərkəzində olacaqsan. İnsanlar sənin fikirlərinə qulaq asacaq. İş həyatında liderlik qabiliyyətin ön plana çıxır. Yeni bir təklif ala bilərsən. Maddi baxımdan şanslı gündür. Gəlir artıran bir fürsət çıxa bilər. Pulunu düzgün yönləndirsən qazanc artacaq. Sevgi həyatında ehtiras yüksəlir. Partnyorun sənə heyran qala bilər.
Subaysan, diqqət çəkən bir insanla tanışlıq mümkündür. Bu tanışlıq tez inkişaf edə bilər. Qısqanclıq mövzularına diqqət et. Ailə içində sözlərinə diqqət yetir. Axşam saatlarında sosial mühitdə olacaqsan. Dostlarla görüş enerjini artıracaq. Sağlamlığın yaxşıdır, amma özünü çox yorma. Bugün özünə inamın yüksəkdir. Düzgün addım atsan qazanan sən olacaqsan. Şans sənin yanındadır. Qız, bugün detallara daha çox diqqət edəcəksən. İş həyatında səhvləri asanlıqla görəcəksən. Bu səni ön plana çıxara bilər. Maddi mövzularda planlama vacibdir. Gözlənilməz xərclər çıxa bilər. Pulunu qorumağa çalış. Yeni gəlir planları qurmaq üçün uyğun gündür. Sevgi həyatında tənqidçi olmamağa çalış. Partnyorun bundan incinə bilər. Subaysan, məsafəli bir tanışlıq başlaya bilər. Zamanla isinmə olacaq. Ailə mövzularında səbirli ol. Axşam saatlarında yorğunluq hiss edilə bilər. Dincəlmək vacibdir. Sağlamlığına diqqət yetir. Həzm problemləri ola bilər. Özünü çox yükləmə. Bugün sakit qalmaq sənə fayda verəcək. Kiçik addımlar böyük nəticələr gətirəcək. Uğur səninlədir. Tərəzi, bugün balans tapmaq çətin ola bilər. İş və şəxsi həyat arasında qalacaqsan. Qərar verməkdə çətinlik çəkə bilərsən. Maddi məsələlərdə tərəddüdlü davranma. Gecikən bir ödəniş ala bilərsən. Pul mövzusunda rahatlama gəlir. Sevgi həyatında romantik təsirlər güclüdür. Partnyorun sürpriz edə bilər. Subaysan, xoş bir tanışlıq mümkündür. Bu insan sənə güvən hissi verəcək. Ailə mövzularında harmoniyanı qorumağa çalış. Axşam saatları daha sakit keçəcək. Özünlə vaxt keçirmək istəyə bilərsən. Estetik və gözəllik mövzuları diqqətini çəkəcək. Alış-veriş üçün uyğun gündür. Sağlamlığın stabildir. Ruh halın günün sonunda düzələcək. Səbr etsən, hər şey yoluna düşəcək. Əqrəb, bugün dərin düşüncələr içində ola bilərsən. Gizli mövzular açığa çıxa bilər. İş həyatında diqqətli olmalısan. Kimsə sənin planlarını öyrənmək istəyə bilər. Maddi mövzular müsbət istiqamətdədir. Gəlir artımı mümkündür. Pulunu gizli saxlamaq istəyə bilərsən. Sevgi həyatında ehtiras yüksəlir. Partnyorunla aranızda güclü bağ hiss olunacaq. Subaysan, gizli bir heyran ortaya çıxa bilər. Bu səni təəccübləndirəcək. Qısqanclıq mövzularına diqqət et. Axşam saatlarında emosional ola bilərsən. Tək qalmaq sənə yaxşı gələcək. Sağlamlığına diqqət yetir. Stressi azaltmaq vacibdir. Bugün intuisiyan çox güclüdür. Daxili səsinə güvən. Uğur səninlədir. Ox atan, bugün azadlıq istəyin artacaq. Rutindən sıxıla bilərsən. İş həyatında yeni planlar qurmaq istəyəcəksən. Səyahət və dəyişiklik mövzuları gündəmdədir. Maddi baxımdan şanslı gündür. Gözlənilməz qazanc əldə edə bilərsən. Pul xərcləyərkən ölçülü ol. Sevgi həyatında səmimiyyət önəmlidir. Partnyorunla açıq danışmaq münasibəti gücləndirəcək. Subaysan, uzaqdan bir tanışlıq başlaya bilər. Bu tanışlıq maraqlı olacaq. Dostlarla ünsiyyət artacaq. Axşam saatları əyləncəli keçə bilər. Sağlamlığın yaxşıdır, amma diqqətli ol. Hərəkətli gün ola bilər. Enerjin yüksəkdir. Bu enerjini düzgün yönləndir. Günün sonunda məmnun qalacaqsan. Şans sənin yanındadır. Oğlaq, bugün məsuliyyətlərin artacaq. İş həyatında ciddi qərarlar verə bilərsən. Səbr və disiplin sənə uğur gətirəcək. Maddi mövzularda stabillik var, uzun müddətli planlar qurmaq üçün ideal gündür. Pul yığmaq istəyi arta bilər. Sevgi həyatında məsafəli davrana bilərsən. Partnyorun bunu yanlış anlaya bilər. Açıq danışmaq vacibdir.
Subaysan, ciddi düşüncəli biri ilə tanışlıq mümkündür. Bu münasibət yavaş inkişaf edəcək. Ailə mövzularında dəstək alacaqsan. Axşam saatlarında rahatlama hissi gələcək. Özünə vaxt ayırmaq istəyə bilərsən. Sağlamlığına diqqət yetir. Bel və sümük mövzularında diqqətli ol. Bugün səbirli olsan, qazanan sən olacaqsan. Uğur səninlədir. Dolça. Bugün fərqli düşüncələrin olacaq. Yenilik etmək istəyi artacaq. İş həyatında yaradıcı ideyaların diqqət çəkəcək. Gözlənilməz bir təklif ala bilərsən. Maddi mövzularda dalğalanma ola bilər. Pulunu riskə atma. Yeni qazanc yolları haqqında düşünəcəksən. Sevgi həyatında azadlıq mövzusu ön plandadır. Partnyorun səndən açıqlama gözləyə bilər. Subaysan, qeyri-adi biri ilə tanışlıq mümkündür. Bu tanışlıq sənə fərqli baxış qazandıracaq. Dostlarla ünsiyyət artacaq. Axşam saatları sosial keçəcək. Sağlamlığına diqqət yetir. Sinir sistemini yormamağa çalış. Bugün özün ol. Maskalara ehtiyac yoxdur. Şans səni izləyir. Balıq. Bugün xəyal dünyan daha aktivdir. İntuisiyan çox güclüdür. İş həyatında diqqətli olmalısan. Qarışıqlıq yarana bilər. Maddi mövzularda gözlənilməz bir xəbər ala bilərsən. Kiçik qazanc səni sevindirəcək. Pul xərcləyərkən diqqətli ol. Sevgi həyatında romantika yüksəkdir. Partnyorunla dərin söhbətlər edə bilərsiniz. Subaysan, ruhuna yaxın biri ilə tanışlıq mümkündür. Bu tanışlıq sənə rahatlıq verəcək. Ailə mövzularında anlayışlı ol. Axşam saatlarında emosional ola bilərsən. Musiqi və sənət sənə yaxşı təsir edəcək. Sağlamlığına diqqət yetir. Yuxu rejimini qorumağa çalış. Bugün hisslərin səni doğru istiqamətə aparacaq. Özünə güvən. Uğur səninlədir.